Nərimanovda çox rahat bir ərazidə, həm metroya yaxın, həm də sakit bir ərazidə, yeni tikili binada, yeni təmirli və hazır əşyalı 3 otaqlı bir mənzil sizə təqdim edirəm. Yaxşı da qiyməti var, kvadratı da yaxşıdır. Bunların hamısını video ərzində mən sizin nəzərinizə çatdıracağam. Siz videonun sona qədər izləyin. Mən də mənzildə olan hər bir detalı sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda üzbəüz burada dolabımız yığılıb, içərisində göstərim sizə. Dərinlikdə çox yaxşıdır, tam axıra kimidir. Paltar, ayaqqabı istəyən əşyanızı rahatlıqla yerləşdirə bilərsiniz. Girişdən gəldikdə sağ tərəfdə bu hissədə də yenə eyni ilə divarçı dolabımız yığılıb. Ona görə deyirəm, kifayət qədər yer var əşyalarınızı yerləşdirmək üçün. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub. Dizayna uyğun tablolarımız yerləşdirilib. Yəni hər bir şey hazırdır, tam hazır gir yaşa mənzildir. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin sanitar qovşağıdır. Bura bir yataq otağı, bura mənzilin qonaq otağı, mətbəx. Burada isə yerləşir mənzilin ikinci yataq otağı. Giriş hissədə kifayət qədər genişdir, görürsünüz. Ümumiyyətlə açıq rəngli divar kağızlarından istifadə olunma görə də, yəni göz yoran bir mənzildir. Yəni sadə, gözəl bir mənzili sizə təqdim edirəm. Başlayaq qonaq otağından. Normal ölçülü belə deyim. Qonaq otağımız var, yəni bu kvadrat üçün normal ölçüsü var. Hər bir şey hazırdır. Görürsünüz burada 6 nəfərlik böyük masamız yerləşdirilib, pərdə asılıb, işıqlandırmada lüstr, spotlar, gizlişıq hər bir şey var. Kondisioner də qoyulub hazırdır. Divan, kreslo, TV, internet çıxış. Burada nəzərə alınıb, aşağı hissəsi də şkafdır. Yəni dediyim kimi sadə, gözəl mənzildir. Mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Bu tərəfdən də göstərim ümumi olaraq. Və keçək qonaq otağının yanında yerləşən mənzilin mətbəxinə. Burada yerləşir. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada davam etdirilib. Mətbəx mebelimiz yığılır sağ və sol tərəflərdə. Buradan mənzilin eyvanına da çıxış var. Həm buradan, həm də yataq otağından. Burada deməli hər bir şey hazırdır. Üstü və sinəliyi mərmərdir. Görürsünüz qabyan, soba. Sol tərəfdə isə burada deməli soyuducumuz var. Bunu da göstərim sizə. Bu hissədə də şkaflarımız var. Masamız yerləşdirilib. Gözəl lüstrumuz, spotlar, hər bir şey qaydasındadır. Yəni alan kimi köçüb yaşaya bilərsiniz. Kondisionerlər də bütün otaqlarda qoyulub. Burada mən sizə göstərim. Yataq otaqlarından birini buranı uşaq otağı kimi istifadə edə bilərsiniz. Bir ədəd taxtımız, balaca taxtımız yerləşdirilib. Bu hissədə yazı masası, şkaf var da hamısını içərisini göstərirəm ki, tam təsəvvür yaransın sizdə. Dediyim kimi bütün otaqlarda kondisioner yerləşdirilib və bayaq dediyim kimi həmin eyvana həm buradan, həm də mətbəxdən çıxış var. Keçək, mən sizə göstərim mənzili ikinci yataq otağını, yəni bu əsas yataq otağıdır. Burada da hər bir şey hazırdır. Bütün yataq dəsti ilə təchiz olunub. Bu hissədə gözəl böyük güzgümüz, make-up hissə, taxt bu hissədə yerləşdirilib. Arxasında tablo, lüstr, təşri işıq və bu hissədə tam dolab yığılıb. Tam tavana kimidir. Və eyni ilə dediyim kimi kondisioner mövcuddur. Keçək, mən sizə göstərim sanuzeli, sonra qiymət və digər məlumatlar barədə sizə keçək, mən sizə sanitar qovşağı da göstərim, sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağam. Bayaq demişdim, girişdən sağ tərəfdə yerləşir. Çox geniş ölçüyə malikdir, yəqin ki, videodan da hiss edirsiniz. Geniş ölçülü duş kabinimiz yığılıb bu hissədə. İçərisində göstərim, yəni bütün hər şey, bütün aksesuarlar hazırdır. Və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Bu hissədə də moydadırımız yerləşdirilib. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər bir şeyi sizin nəzərə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanovda, Əliyarəli küçəsində. Metroya piyada 8-9 dəqiqəlik məsafədədir. Mənzil yeni təmirlidir, çox az müddət. Demək olar ki, yaşayış olunub, inşallah gəlib mənzilə canlı baxanda da şahidi olacaqsınız. Necə görürsünüzsə elə də satılır. Bütün mebel, texnika hamısı qiymətə daxildir. Ölçüsü 115 kvadratdır. Yerləşir 16 mərtəbəli binanın 6-cı mərtəbəsində.
və mənzilin qiyməti 405 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.